Çox sağ olun Rəfət bəy. Təşəkkür edirəm məlumatınız üçün. İndi mövzu ilə bağlı sualları vermək istəyənlər var. Bəli. Çünki Türkiyədə hamı inanır ki, biz Altay nəzəriyyəsinə inanırlar. Biz Orta Asiyadan gəlmişdik. Bəli. Amma biz də Altay nəzəriyyəsindən fikir ayrılığı, fikir ayrılığı. Altay nəzəriyyəsinə yox, biz Urmi nəzəriyyəsini iddia edirik. Bu haqda istəyərdim ki, iminli bu haqda Kayrakan abi bir gün canlı açar. Bir dənə məlumat deyim bu dediyim mövzu ilə bağlı. Azərbaycanda Firidun Cəlilov bu daş babalarla, ən qədim daş babaların Bəli. günümüz Azərbaycan ərazisində var olduğunu, yəni 4-cü, 5-ci minillikdən günümüzə və daha sonra Sibir Altay ərazisinə getdiyini həmin daş babalara əsasən göstərir. Və bundan başqa bir də belə deyim, kurqan mədəniyyəti var da. Ən qədim kurqanlar Soyuqbulaq mədəniyyətidir. Azərbaycanda Akstafa ərazisindədir. Təxminən 5000 il yaşı var. Və həmin kurqan mədəniyyətinin də günümüz sonuncu minilliyə qədər demək Sibir Altay və şərqə qərbə yayıldığını görürük. Yəni kurqanın da içində həmin demək sümüklərdə aparılan DNK-dan onların bütün sümüklərinin hakim təbəqəni təşkil edənlər demək R1A, R1B haploqrupuna aid olduğu müəyyənləşdirilibdir. Və bundan da başqa ən qəribə bir məsələ nədir? Demək çatal höyükdə olan insanların da haploqrupunun 40-50%-ə qədəri yenə R1A, R1B formasındadır. Siz bu məsələlər elə bir məsələdir ki, insanların bəzi din məsələsi kimi də o bir var ağıl, bir var inanc. Bir insana deyənməzsən də niyə inanırsan və ya inanmırsan. Bəziləri çox qəribə formada Sibir Altay nəzəriyyəsini qəbul eləməyə çalışır, amma sən bu kurqanları görməlisən, kurqanlardakı yaş fərqini görməlisən. Daha sonra artıq dediyim kimi əlifba məsələsini mən qarşıda ayrıca danışacağam. Oradan da görəcəyik ki, bu məsələlərin kökü hamısı buradan çıxır. Urmiya nəzəriyyəsindən bağlı kitab yazılıb. Yəni bizim əlifbamız Sibir əlifbasına gəlir. Biz Sibirdən gəlmiş olsaydıq, bizim əlifbamız eyni olardı da bu Monqollarla. Belə onu da deyim Kayrakan bəy də eşitsin, onu bilsin o həmin məlumatı. Bizim demək əlifbanın kökü türk damğalarıdır. Aha, bəli. Həmin türk damğalarının da mən bir-bir təhlilini verib göstərmişəm. İddia olunur ki, demək ilk əlifbanı finiklər yaradıb və həmin finiklər Hami Samit dili əsasında hərflərə ad verib və daha sonra bilinməyən min illərdə, bilinməyən kilometrləri aşaraq həmin finik əlifbası gəlib türk runik əlifbasına çevrilib. Lakin həmin o türk runik əlifbasını təhlilini verdikdə məlum olur ki, türk runik əlifbası daha mürəkkəbdir və finik əlifbası daha sadədir. Yəni belə deyim, hər hansı bir texnoloji inkişaf olduqda nə olur? Birinci o daha mürəkkəb olur, daha çətin olur və bunu qoy qırağa. Məsəl üçün günümüzdə keçən dəfə də demişdim, R hərfi. Türklərin o ər damğası Qobustan damğasının davamıdır. O daha sonra finik əlifbasına, daha sonra isə Latin əlifbasına çevrilibdir. İndi Qobustanda olan həmin o ər damğası, yəni insan rəsmlərinin yaşı 12 min ildir. Mənim sualım sizə Rəşad bəy. Əlifbasının isə yaşı 2500 il qəbul olunur. Göytürkə görə baxılanda da 1400 ildir. İndi yəni 12 min ildən üzü bu yana gedibsə, bu ər damğası sənin təfəkküründə olan bir damğa olmalıdır ki, sən birinci insan damğası çəkməlisən R formasında, yəni bu formada. Daha sonra onu stilizə edərək hərfə çevirməlisən. İndi onu bir ayrı qarşıda mövzu olaraq danışacağam, amma mən istəyərdim ki, biz həmən Türkiyədə olan canlıda danışaq. Kayrakan abi, sən bunu eləcə mövzu olaraq dedim ki, yəni bu bəllidir də. Yəni bəzi insanlar sadəcə olaraq necə ki, özünü inancına görə körlüğə qoyur, bu cürdə görmür. Təbii ki, türklərin yenə deyirəm, adi bir misal çəkdim də, sonuncu misalı çəkdim ki, təsəvvür elə ki, ermənilərin bir hissəsi 12-ci əsrdə Kilikiyə gedib, türk olan ermənilər. Və bunlar türk əlifbası ilə 12-ci əsrdə təsəvvür elə, 15-ci əsrə qədər Fransa kralına məktub yazır. Roma papasına məktub yazır ki, biz də xristiyanıq, siz də xristiyansınız. Bizi kömək elə bu türklərin içində, bu da o türk demir, müsəlmanların içində var ola bilək, yaşaya bilək. Xaçlı yürüşlərini də bilirsiniz. O xaçlı yürüşləri zamanı da onların müəyyən dəstəklər olur. Təsəvvür elə, yəni bu məktubları biz indi bilirik ki, sən demə bunlar ora türk dilində məktublar yazır. Həbəş əlifbasından türk dilində. Bunu amma Fransa, yəni öz arxivində var. Roma papalığının öz arxivində var. Biz bunları bilməmişik. Yəni dolayısıyla onlar
bu dediyimiz məsələləri yəni əvvəlindən bilir, sadəcə olaraq görməzdən gəlir. Kayrakan abi Bu buyurun. arada kim lazımdırsa yerimiz var, istə yatın qəbul eləyək. Mikrofonu açın. Esenlikler dilerim. Reşat Bey hoş gelmişsiniz. Esenlikler verdiniz. Çox sağ olun, salamlar. Onur verdiniz. Benim size sorum şöyle bir sorum var. Benim kökenim Akkoyunlu Devleti'nden Evet. Uzun Hasan'ın torunlarındanım ben yani. Büyük atamız bizim o. Şimdi bu Akkoyunlu Devleti ile Azerbaycan'daki Türklerin bir kan bağı şey olarak yani böyle daha ileri bir kan bağı var mı? Tamam bütün Türkler zaten birbirleriyle akraba da hani derece farklar olur ya işte. Akkoyunlu Devleti çünkü bir kısım devletin bir kısmı da Azerbaycan'ı da içeriyor diye hatırlıyorum ben yanlış hatırlamıyorsam. Doğru, doğru. Onlarla böyle bir kan bağı var mı acaba şey olarak yani daha yakın bir kan bağı? Mövzuya belə deyim. Bax, Ural Altayçıların qəbul etdiyi bir nəzəriyyə var ki, türklər 1071-də Azərbaycana gəlib. Mən o nəzəriyyəni qəbul eləmirəm və dolayısıyla bir Azərbaycanda eramızdan əvvəl bizə bəlli, hələ mənbələrcə bəlli olan 5-ci, 6-cı minillikdən üzü günümüzə yaşayan Subar bəyliyi olub, Kuman bəyliyi olub, daha sonra Kutilər olub, daha sonra Lulubilər olub və bunun üzərinə daha sonra Arrat da dövləti olub. Daha sonra Manna Midiya dövləti olub. Daha sonra Albaniya və Asurbodun, biz ona Atropatena deyirik, dövlət olub. Bunlar hamısı türk dövlətləri olub. Təbii ki, bu dövlətin içində necə günümüzdə fərqli etnik qruplar var idisə, o dövrdə də fərqli etnik qruplar var. Lakin mənbələrcə bilirik ki, bu əraziyə eramızdan əvvəl təxminən 8-ci əsrdə Bars körfəzinə, Kəngər körfəzinə Aryanların əcdadları gəlir. Onlar daha sonra burada Bars türkləri ilə qarışır. Daha sonra Elam Susi şəhərini tutur və daha sonra isə demək Midiya dövləti zamanında artıq Əhəmənilər sülaləsi Kiaksar şahın hakimiyyəti üzərində çiçəklənir. Niyə belə başladım? Və daha sonra Bəraziyə demək Hunlar gəlir, daha sonra Oğuzlar gəlir. Yalnız daha sonra Qıpçaqlar, daha sonra Səlcuqlar gələcək. Və Səlcuqludan sonra da artıq sənin də dediyin kimi burada Ağqoyunlu dövləti qurulur, Qaraqoyunlu dövləti qurulur və biz Azərbaycan rəsmi dərslik tarixində Ağqoyunlu və Qaraqoyunlu'nun Azərbaycan dövlətləri kimi keçirik. Osmanlıda bilmirəm nə cürdür. Yəni və biz Ağqoyunlu'nu da özümüzünkü hesab eləyirik, Qaraqoyunlu'nu da özümüzünkü hesab eləyirik. Təbii ki, Osmanlı da bizimdir. Biz hamımız birik. Amma yəni dərslikdə keçilməsi mənasında deyirəm. Və biz ona görə Ağqoyunlu'nu heç vaxt yad görməmişik və Azərbaycan ərazisində yetərincə qoç heykəlləri var ki, bu qoç heykəlləri ta qədim dövrdən fərqli coğrafiyaya yayılıb, amma Ağqoyunlu, Qaraqoyunlu dönəmində bunun son dönəmidir. Yəni qoç heykəllərinin yayılmağı. O da Azərbaycan ərazisində, Qərbi Azərbaycan ərazisində çoxdur və yenidən Türk ərazisində də bu qoç heykəlləri həmin o gələnəyin son davamçılarıdır. Bilmirəm suala cavab verə bildim. Yok çok net anladım ben sizi. Teşekkür ederim. Bir de şeyi soracağım. Siz az önce özür dilerim. Kurduğunuz cümlenin bir tarafında dediniz ki Gutiler ve Luviler. Bəli. Gutiler ve Luviler köken olarak Türkler mi yani? Proto Türkler mi? Kutilər bir dönəm Akkatları 100 il ərzində idarə etmiş bir dövlətdir və biz onu Firidun Cəllovun Urmiya gölü nəzəriyyəsində Kutilərin türk olduğu qəbul görür. Ümumiyyətlə elə Azərbaycanın dərslik kitabında da Kutilər və Lulubilər Azərbaycan türkləri kimi keçilir. Ben neden sordum bunu? Sorma sebebim şuydu. Bir yayında Kürt kökenli birisinin işte Sümerlerin tabletlerinde Gutilerden bahsedildiğini, Gutilerin de Kürtlerin atası olduğuna dair bir isnatta bulundu, bir iddiada bulundu. Bilirsiniz necədir əziz qardaşım? Mən qeyd etdim də Akkatlarla 100 il idarə eləyib. Özə qəribədir Kutilərin idarə etmə sistemi. Demək o 100 il ərzində ilk dönəmdə 6 ildən bir seçilən rəhbərlər idarə edir. Daha sonra bu 3 ilə düşür, daha sonra 2 ilə düşür, daha sonra 4-5 ilə düşən, yəni seçki yolu ilə. Bu seçki yolu bax türklərin Dədə Qorqud dastanında belə var. Yəni qurultaylar olur, toylar olur. O qurultay əvvəl toy deyilir. Toy sözü də əslində tikmək sözündən eyni kökdəndir. Yəni birlik, birləşmə. Və həmin Mən bir sual vermək istəyirəm. yəni Kutilərin adının keçməyi aydındır. İndi məsələ budur ki, onu hər kəs özünə çıxa bilər. Amma məsələ nədir? Hind Avropalılar eramızdan əvvəl 4-cü, 5-ci minilliyə qədər Qara dənizin üstündə yaşayıb. İndiki Qarıstan ərazisində yaşayıb.
Daha sonra şimaldan Qaradənizin üstündən gəlib, Xəzərin üstündən demək üzü aşağı cənuba doğru gəliblər və ki Aral gölü ərazisinə bunlar təxminən gəlib çatıb eramızdan əvvəl 1000-1500 il bundan əvvəl. Daha sonra buradan bunlar indiki Əfqanistan ərazisinə gəlir. Həmin əraziyə Aryan adı deyilir. Həmin Aryan ərazisindən bir hissə gedir Hindistana, digər bir hissə isə gəlib çıxır indiki İran körfəzi deyilir. Əski adından Bars Kəngər körfəzinə. Ora gəlib çıxmaları bunların eramızdan əvvəl 8-ci əsrdir. Yəni 2800 il bundan əvvəl. Aydındır əziz qardaşım. Yəni Evet. 2800 il bundan əvvəl Hind-Avropa xalqlarının İrani qolu gəlib bura çıxır. Həmin İranilərdən daha sonra kimlər yaranacaq? Kürdlər yaranacaq, Farslar yaranacaq, Talışlar yaranacaq və digərləri yaranacaq. Aydındırmı? Yəni 2800 il bundan əvvəl bura gəlib çıxıbsa, indi bunun üstünə hər kəs deyə bilər ki, bu mənimdir. Amma gəlmə tarixi bəllidir. Bu bəlli olan məsələlərdir. Rəşid bəy, Peki mən bir dənə sual vermək istəyirəm. Sümerlerle Guti'yle özür dilerim Türk Devletleri Teşkilatı hakkında son bir sorumuz sorun Tamam. ineceğim. Kengerler bizim Sümerler diye bildiğimiz esas ismi kendilerine Kengerler diyorlarmış. Bu sizin dediğiniz Kenger bölgesinden yola çıkarak o bölgeden mi çıktı diyorsunuz Sümerler? Yani Gutilerle bir akrabalığı var mı Sümerler, Kengerlerin? Məsələ necədir əziz qardaşım? Biz türk deyəndə bir türkdən danışmırıq da. Böyük coğrafiyaya yayılmış, çoxlu topluluğu olan türk tayfaları var və necə ki indi fikir ver, bax Qazaxıstan, Özbəkistan, Qırğızistan, Azərbaycan, Türkiyə bax fərqli coğrafiyaya yayılıb və fərqli coğrafiyada yaşadığına görə fərqli qonşuları var. Fərqli qonşuları olduğuna görə fərqli belə deyək, siyasi, iqtisadi əlaqələri var və buna görə də zaman-zaman eyni uyğun gəlmir. İndi fikirləş o dövrdə də böyük coğrafiyaya yayılmış türk boyları var və bunlar fərqli zamanda fərqli formada yaşayır. Mən qarşıda inşallah iç Oğuz, dış Oğuzu ayrıca bir bölüm olaraq danışacağam. Ona görə bu məsələyə toxunmaq istəmirəm. Şumerlərin, ön Şumerləri mən türk qəbul edirəm. Bayaq danışdım Urmiya nəzəriyyəsinin banisi Firidun Cəlilov. Mən ona ustad deyirəm, o Şumerləri türk qəbul etmir. Amma nə deyir? O da deyir ki, Şumerlər bu əraziyə gəlib, hara gəlib? Kəngər körfəzi ərazisinə gəlib, Subar bəyliyi olan əraziyə gəlib və bu əraziyə gəldiyinə görə kənarlar onlara Subar sözündən Şumer deyib, Kəngərlərin ərazisinə görə ona Kəngər deyib. Lakin mən bundan bir balaca fərqli düşünüb qeyd edirəm ki, həmin Şumerlərin öncülləri, necə ki türklər fərqli əraziyə yayılmışdı, o gələnlər də eyni ilə türklərdir. Lakin daha sonra bu şəhərlərə necə ki indi Amerika fərqli köçlər var, düzdür? Eyni ilə də o dövrün Amerikası ən inkişaf eləmiş mərkəzi Şumerlərdir və bura fərqli miqrasiyalar baş verirdi. Həmi əhali axınları və o ətrafda yayılırdı. Və təbii ki, necə ki Çinin içinə gedən çoxlu türk bəylikləri var idi, hansı ki artıq sonra tarixdə silindi, çinliləşdi. Həmin Şumer ərazisində də ətrafdan gələn o fərqli topluluqların miqrasiyası əsas kimdir? Ərəb və Yahudilərin ataları. Gəlib bu ətrafda yaşadıktan sonra artıq o Şumerlər, ön Şumer, türk olan ön Şumerlər ilə ərəblərin ataları qarışaraq fərqli bir topluluq yarandı və daha sonra bu elə həmin o ərəblərin ataları olan Akkadlar tərəfindən Şumerlər məğlub edildi. Sualı bilmirəm aydın izah edə bildimmi? Qaranlıq tərəf varsa sualı. Çok teşekkür ederim, sağ olun. Tamam, pardon. Buyurun Osman Bey, kusura bakmayın. Buyurun. Axşamınız xeyirlər birinizin, hər bir soydaşlarımı salamlayıram. Efir sahibi minnətdaram, belə gözəl efir təşkil elədiyinizə görə. Dinləmək düşər. Rəşad bəy, sonsuz minnətdarıq sizə qardaşlar. Tarixçilərdir, bu mədəniyyət işçiləri, bunlar əsl fədailər, sizcəsiniz. Var olasınız. Fatih bəy, buyurun zəhmətinizi sualınızı verin. Hər kəsə salamlayıram mən. Ola bilərmi sualdan əvvəl biraz məlumat verəm? Yəni belə bir məlumatlar var ki, burada yoldaşlar o məlumatları bilmir. Yəni onların bilməyi daha yaxşı olar. Yəni mən əslən Qərbi Azərbaycandanam. Yəni Qərbi Azərbaycan bilirsiniz ki, Loru Pənbəh malının Dızman kəndində, Dilican, İcevan, yəni onlar Böyük Qazağın tərkibindədir. Yəni eyni bir eldir. Yəni Qazağa aid olan yerlərdir. Yəni bizim o Loru Pənbəh də, yəni Qazaq elində, bizim o Dızman kəndində indiki Ermənistan ərazisində qalıb. Orada bizim Kuruqan qəbirlər çıxmış. Kuruqan qəbirlər. Orada mənim rəhmətli babamgil Qazanda böyük bir qəbir küp çıxıb. Bunlar elə bilib ki, qızıl var içərisində. Saxlayıblar. Gecə Ruslar məlumat tutmasını, ermənilər məlumat tutmasını, bunu gecə başlayıblar çıxarma.
oradan qəbirlər çıxır. O qəbirlər ki, onlar böyük nəhəng insanların qəbirləri. Bizim kəndin adı Dızmandır. Azman tayfaları yaşayıblar, yəni nəhəng insanlar. Yəni o quruqan qəbirlərdir, o qoç başlarıdır və abidələrin üstündə olan Orxan əlifbaları, yəni indiki o Ermənistan ərazisində də var o yerə. Yəni siz bunu bilin, bəli. Ağstafa ilə yekunlaşmır. Yəni Ağstafa da Qazaq, yəni Mahalı böyük Türkiyə qədər Qazaq ərazisi gedib. Yəni Yox, haqqlısınız. Mən Ağstafanı niyə dedim? Üzr istəyirəm, Kurqanları o Ağstafada mədəniyyət adı olaraq o cür keçir. Fikrimi tutun. Bir də dediyiniz o kurqanın tutaq gərək qazalar, sümüyünü müəyyənləşdirərlər ki, bəlkə o soyuq bulaqdan da qədimdir. Mən yəni o mənbə adı olaraq dedim. Yoxsa təbii ki, bayaq qeyd edəndə Qərbi Azərbaycanda çoxlu kurqanlar, qoç heykəlləri var, haqlısınız. Qədim qazıntılar var. Yəni sizin məlumatınız olsun deyə mən dedim. Yəni biz Ermənistanlarla beləcə Qazaqla eyni insanlarıq. Prosto Sovetlər dövründə o torpaqları Erməniyə verib Ermənistan yaradıb. Yəni Qazaqın İrəvanın verilməsindən sonra sözlə əlavə olaraq əziz qardaşım, demək təxminən 7000 kvadrat kilometrdə 1920-ci ildə Sovet Rusiyası Ermənistanı qurduqdan sonra təzədən də 7000 kvadrat kilometri Qazaxdan Dilcan dərəsi və əlaxıra alaraq Naxçıvandan bir hissə alıb verib o. Həmçinin də Loru Pənbəh mahalı ora daxildir. Yəni Loru Pənbəh deyəndə Loru ev deməkdir. Pənbəh də qırmızı yanaq insanların yurdu deməkdir. Yəni bura qədim Qazaxın torpaqlarıdır və Qazaxın böyük bir ərazisini Sovetlər dövründə Ermənistanlaşdırıblar. Bu belədir. Yəni indi Qazax hal-hazırda Aran Qazaxdır. Biz ora qışlağa gəlmişik. Yayda cəmaatımız o yerlərə yaylağa gedirmiş. Mənim sualım sizə ondan ibarətdir ki, bu erməni haylar deyək, onlar özlərinə hayes Türkes, yəni bizə türk, o özlərinə hay deyirlər. Haylar bu dediyiniz coğrafiya nə vaxt və hardan gəlib? Qaraçılarla birləşməmişdən qabaq. Sual üçün çox sağ ol. Onda o dediklərimi qısaca 1-2 dəqiqədə çalışım özətləyim və davamını verim. Nə müəyyənləşdirdik? Demək, haylar eramızdan əvvəl 8-ci əsrdə Balkanlardan Anadoluya gəlir. Anadoluda Frikiya dövləti tərkibində yaşayır və eramızdan əvvəl 6-cı əsrdə Qamer türkləri Frikiya dövlətini dağıtdıqdan sonra onlar günümüz Suriya, Fələstin ərazisinə gəlir və Qaraçılarla birləşir və eramızdan əvvəl 2-ci, 1-ci əsrdə Van gölünün alt ərazisinə gəlir və burada Subar və Ərmən türkləri ilə bir bölgədə yaşayır. Demək, Zərdüştlüyü qəbul edirlər. Burada Əhrimana, Hörmüzə, Anahitə sitayiş edirlər. Daha sonra isə onlar demək hansısa siyasi proseslər baş verir. Ermənilərlə bir yerdə yaşayır. Bu indi bu gün üçün sizin üçün qəribə gələ bilər. Fərz eləyək, məsəl üçün İraqda yaşayan türklər məcburdur ki, İraq dövlətinin tərkibində hansısa siyasi maraqlarını qorusun və digər buna bənzər hallar. Və daha sonra xristianlığı qəbul etdikdən sonra demək bunlar monofizit xristianlığı qəbul edir və ərəblərin gəldiyi dövrdə demək haylar, ermənilər, albanlar hamısı monofizit xristianlığı qəbul etdiyinə görə onların hamısına Ərmən deyilir. Daha sonra Albanlar öz müstəqilliyini qorumaq üçün Bizansla siyasi, hərbi əlaqə qurmaq istəyir və bunu casusluq edən erməni kahini xəlifə yazır və bundan sonra bütün Alman kilsələri məhv edilir və onlar Ərmən kilsələrinə tabe edilir. Və Ərmən kilsələrinə tabe edildikdən sonra burada böyük bir Erməniyə canişinliyi yaradılır və bundan sonra artıq haylarla ermənilər daha da əlbir olur və haylar ermənilərin içinə doğru yeriyərək, belə deyim, günümüz Qafqaz ərazisinə qədər gəlir. Hardan? Suriya, Fələstin ərazisindən. Lakin ən sonuncu Alban kilsəsi də demək 1836-cı ildə Çar Rusiyası tərəfindən bağlanır. Və bununla belə demək biz 12-ci, 14-cü, 15-ci əsrlərə qədər həmin bu ermənilərin bir hissəsinin hayca yox, türkcə yazdığını, türkcə əsərlər yazdığını, lüğət kitabları yazdığını, dini əsərlər yazdığını görürük. Lakin ərəb təsiri ilə bunların bir hissəsi nə dedik? Şərqi Avropa ərazisinə, Ukrayna, Latviya, Litviya, Krım ərazisinə köçür. Lakin ən əsas məsələ harda baş verir? 15-ci, 16-cı əsrdə həm Osmanlı, həm Səfəvilər olduqca güclü dövlətlər idi. Lakin neynədir? Osmanlı ilə Səfəvi biri-birini məhv eləmə, biri-birini yox eləmə siyasətinə həyata keçirməyə çalışdı. Və həmin ərəfədə Əmir Teymurun da Osmanlı ilə savaşması, ona xəyanət eləyən Toxtamışı məhv eləməsindən sonra Qızıl Ordanın çöküşü ilə
şimalda günümüz Rusiya dövləti inkişaf edib güclənməyə başladı. Qızıl Ordanın dağılmasından sonra yaranan xanlıqlar ki var idi, bunlar hamısı bir-bir Rusiya tərəfindən işğal olundu və bunun üzərinə demək Avropa başa düşdü ki, demək Osmanlı heç də yenilməz bir dövlət deyilmiş. Səfəvlər heç də o qədər qüdrətli bir dövlət deyilmiş. Və bunun üzərinə 1-ci Pyotr, ruslar Böyük Pyotr deyir, biz Dəli Pyotr deyirik, qeyd edir ki, demək biz Osmanlı və Səfəvi arasına 5-ci kolon deyən etnik qruplardan bir qrup yaratmalıyıq. Və bu zaman onlar monofizit olan, bax fikir verin, monofizit idi, eyni kilsəyə tabe olan hayları istifadə etməyə çalışır. Bu 1-ci Pyotra müəssər olmur. Çar Rusiyası 1801-4-də Qafqaza enir. 1813-cü ildə Qacar sülaləsi məğlub edilir. Gürcistan çay müqaviləsi bağlanır. Daha sonra 1828-də yenidən məğlub edilir. Türkmen çay müqaviləsi bağlanır. Və bu müqavilələrin şərti kimi qeyd edilir ki, İraqda, Suriya, Fələstində yaşayan haylar günümüz Van və İrəvan, Qarabağ, Naxçıvan ərazisinə köçürüləcək. Qacarlar dövləti də məğlub olduğundan deyir baş üstə. Eyni ilə bir il sonra 1829-cu ildə Osmanlı Çar Rusiyasına məğlub olur və yenə Çar Rusiyasının müqaviləsinin şərtlərindən biri buydu ki, Suriya, Fələstin ərazisində yaşayan hayların sərbəst formada Naxçıvan, Qarabağ, İrəvan ərazisinə köçürülməsini təmin etməlisən. Və nəticədə, bax fikir ver, biz bayaqdan deyirdik, haylarla ermənilər monofizit xristianlığı ətrafında birləşdi nə zamanda ərəblərdən sonra. Lakin bununla belə Qafqaza gələn haylar olduqca az idi. Bu nə zaman baş verdi əsas? 1828-29-cu ildə Osmanlının və Səfəvinin məğlub olmasından sonra. Bu məğlub olmadan sonra günümüz Naxçıvan, Qarabağ, Borçalı, İrəvan ərazisinə və biraz da Van və Trabzon ərazisinə haylar köçürüldü. Və bu haylar erməni dilini, yəni günümüz Qıpçaq türkçəsini, türkçəni bilmir. Bunlar hay idi. Və daha sonra bu haylarla ermənilərin vəhdəti təşkil olunmağa çalışdı. Lakin bu vəhdət belə 1940-cı, 60-cı, 70-ci ilə qədər davam edən bir prosesdir. Yəni 1-ci Dünya müharibəsində bu hay erməniyə qatırlar, qırırlar və axır başlarına min oynatırlar ki, həmin bu türk olan ermənilər haylaşdırılsın. Kastin McCartin var, tədqiqatçı, Amerika tədqiqatçısı. O qeyd edir ki, demək 1828-dən 1920-ci ilə qədər 500 min ilə 650 min arasında da insan köçürülübdür. 1-ci Dünya müharibəsində bu ərazidə nə qədər türkün qırıldığı bəlli deyil. Yəni 1-ci Dünya müharibəsində burada türksüzləşdirmə əməliyyatı aparılır. Eyni ilə 1828-dən 1920-ci ilə qədər bura hay əhalisi gətirilir. Bunlar daha sonra ermən türkləri haylarla sintez olunur, zorla qız alınır, qız verdirilir. Aydındır əzizlər? Və bundan sonra təsəvvür edilə ki, 500-600 min sayında insan köçürülübdür. Günümüz İrəvan, Qarabağ, Naxçıvan ərazisinə, yəni Qafqaz ərazisinə. Demək 1920-ci ildən günümüzə dünya əhalisi 8 dəfə artıb. Bilmirəm, izah eləyə bilirəmmi? Yəni əvvəl bir nəfər olan insanın sayı indi 8-dir. Yəni 1920-ci ildə təxminən 1 milyard 200 milyon əhali var idi. Günümüzdə 8 milyard əhali var. Demək nədir? Əhali 8 dəfə artıb. Düzdür? İndi təsəvvür edin ki, Suriya Fələstin ərazisindən günümüz Qafqazına 500 min əhali gətirilibsə, demək ki, o bu günü artaraq 8 dəfə artıb. İndi təsəvvür edin günümüz Ermənistan ərazisi, Gürcistan ərazisi, Azərbaycan ərazisində nə qədər erməni yaşayır? Hay erməni. Təxminən 4 milyon. Fikrim aydındırmı? Demək ki, bunların sayını çıxardanda belə məlum olur ki, bu ərazidə o dövrdə belə olduqca az hay yaşayır. Bununla belə hay ermənilər arasında aparılan DNK analizində məlum olur ki, Qarabağda yaşayan hayların, hay ermənilərin haplog qrupunda R1A, R1B 40-45%-ə qədərdir. R1A, R1B də türklüyü təmsil edən haplog qrupdur. Ermənistanda yaşayanlarda 20-25%-dir. Bu təşəkkür edirəm ki, demək bunlar nədir? Haylaşdırılıbdır. Və indi başqa bir məqama toxunaq, bununla tamamlayım. Bayaq nə dedik? Biz müəyyənləşdirdik ki, demək orta əsrlərdə olduqca çoxlu Həbəş əlifbasından yazılan mətnlər var, lüğətlər var, dini mətnlər var ki, bunlar biz indiyə qədər erməni mətnləri adından bilmişik. Bu gün müəyyənləşdiririk ki, bunlar sən demə hay mətnləri deyil. Qıpçaq türkçəsində, özdə günümüz Oğuz türkçəsinə yaxın
Qıpçaqcasında yazılan mətnlərdir. Və bunun üzərinə Türkiyədə yaşayan dostlar, bilmirəm izləyirsiniz ya yox, amma Türkiyədə hal-hazırda yaşayan ermənilər bir çox kitablar çap elədir və bu kitablarda onlar əslində onu təbliğ eləmək istəyir ki, biz zülm çəkmiş bir etnik qrupuq, amma bu təbliğatda onlar gözəl bir sirri ələ verir. Nəyi ələ verir indi deyəcəm. Onlar yazdıqları kitablarda bir çox televiziya verilişində və media verilişində bilirsən nə deyir? Bunlar deyir ki, biz 1940-cı, 50-ci, 60-cı ilə qədər erməni dilində danışa bilmirdik. Biz türk dilində danışırdıq. Yalnız bizim uşaqlar Qriqoryan kilsəsinə gedərək erməni dilini öyrəndi. İndi məsələ nədir? Biz müəyyənləşdirdik ki, erməni deyilən bir dil yoxdur da, bu hay dilidir. Yəni dolayısıyla nəyi müəyyənləşdiririk? Hətta Türkiyədə yaşayan, hətta Azərbaycanda yaşayan ermənilərin böyük əksəriyyəti hay dilini bilməyib. Onlar türk olub. Onlar xristian olduğundan, monofizit xristian olduğundan onları anladıblar ki, siz haysınız. Və dilimizi bilmirik, dilimizi bilmirsiniz çünki türklər pisdir, sizə zulm edib, siz dilinizi unutmusunuz. İndi zəhmət çəkərsiniz, gedərsiniz məktəbə, gedərsiniz kilsəyə və orada hay dilində danışmağı öyrənərsiniz. Və proses bu cür baş verir. Bunlar əslində özləri öz əli ilə əslində məsələni ortaya qoyur. Qızıl Almaz Ağrı danışacaq. Qaldı ki, Zəngəzur məsələsinə Adil bəy 1921-ci ildə Zəngəzurdan 6700 kvadrat kilometr ərazi verilib. 23-cü ildə Qarabağı ermənilərə gələcəkdə vermək üçün 23-cü ildə orada Qırmızı Kürdistan deyilən bir dövlət qurulub, dırnaq arası və 28-ci ildə Qubadlının Əyin kəndinin cəmaatı ayağa qalxaraq çoxlu qan tökülüb burada və sonradan bu Qırmızı Kürdistan ləğv olunub. Qaldı ki, Rəşad bəy, sizin dediyinizə çepnilərdir onlar. Məsələn, Kastamonudan düz Artvinə qədər yaşayan türklər hamısı çepni türkləridir, yəni qıpçaq türkləri və bunların da bir qismi amşenləşiblər. Hətta indi amşen ermənilərin dili Ermənistan ermənisinin dilinə uyğun gəlmir. Və 1829-cu ildə bəli düz vururladınız. Həmən amşen ermənilərin bir qismini indiki İrəvan və Naxçıvan ərazisinə köçürdüblər. Ancaq qaldı ki, ermənilərin gəlməyi, ermənilər Balkanlardan Kilikiyaya gəliblər, Hayasa şəhərinə. O Hay adını da o şəhərdən alıblar bunlar. Sonra Urartuya köç eləyiblər. Amma Hindistandan gəlmə, çoxu deyir Hindistandan gəlmə, onlar Boşa qaraçılarıdır. Boşa qaraçıları yəni İranın, indiki İran və Azərbaycan arasında bunlara Boşa deyilir. Türkistana, Orta Asiyaya köç edən qaraçılara bunlara Lülə adını qoyublar orada. Avropada bunlara Lom adını qoyublar. Ancaq İranda və Azərbaycanda Albaniyaya köç edən qaraçılar erməniləşiblər. Yəni erməni Qriqoryan dinini qəbul ediblər. Və indi də Qarabağ ermənilərinin demək olar ki, bir 20% həmin o Boşa qaraçılarıdır. Ona görə də Ermənistan amşen erməniləri bu Boşa qaraçılarını qəbul eləmirlər. Orada 3 qrup erməni var. Biri amşen erməniləri, biri Rəşad bəyin vurğuladığı ermənilər, onu düz vurğuladı və biri də sonradan erməniləşən o qaraçılardır. Amma Boşallar erməni deyil, onlar qaraçıdır. Tamam farklı, başqa millət tayfadır. Bir söz deyim, buyurun təzədən davam edeyim. Məsələ budur, mən burada sadəcə olaraq hansı hissəyə toxundum? Haylarla ermənilər məsələsinə toxunuram. Çünki mən orada qaraçılar bir o qədər önəmli deyil. Onlar bir-birini qəbul edir, eləmir. Fikrimi tutdunuz. Mən ona görə dedim ki, bir balıq Qarastandan gələn hissə var. Demək, bu ermənilərin erməniləşməsi mərhələləri var da. Biri bu Urartu dönəminə qədər olan mərhələdir. Sonra bir Ərəb dönəmində olan mərhələdir. Daha sonra bir, indi sualda cavabını verdiniz, fikir verdim. Mən onu danışanda mövzuda deməmişdim, sual üstünə dedim. Bir 1828-1920-ci ilə qədər olan proses var. Və bir də Birinci Dünya müharibəsindən sonra demək 43-45-ci ildən 48-53-cü ilə qədər İranda yaşayan, Suriya, Fələstində yaşayan Sovet dönəmində yaşayan ermənilərin yenidən İrəvan ərazisinə köçürülməsi və bunun davamı kimi də günümüz Ermənistan ərazisində Respublikasında yaşayan Azərbaycanlıların köçü baş verildi.
Mikoyan döneminde Rusiyanın, Sovetin, Stalinin imzası ilə. Yəni fikir verirsinizmi? 1948-53-cü ildə Ermənistanda yaşayan qədim yerli sakin olan Azərbaycanlılar Ermənistandan köçürülür və eyni ilə İranda və Suriya, Livan ərazisində yaşayan hayları isə gətirirlər Ermənistan ərazisinə. Yəni dolayısıyla burada haylaşdırılma mərhələsinin bir çox məqamı var, Mən sadəcə olaraq burada əsas hayların dini, inancı, ermənilərlə birləşməsi hissəsini danışdım. Və əvvəldə yalnız 2 dənə mənbə verdim. Orada nə dedilər? Dedilər ki, hay dininin formalaşmasında 18 qəbilə iştirak edib. İndi 18 qəbilənin mən burada durub hər birini danışmağın mənası yoxdur, mənə elə gəlir. İndi təbii ki, qardaş bilir, dost səni danışır, ona bir sözüm yox. Yəni mənim üçün maraqlı olan orada haylar, ermənilər, albanlar idi. Fikrim aydındır mı? Ona görə də mövzunun adını elə o cür qoymuşduq. Yoxsa indi qaraçı gəlib 2 çeşidi var, 3 çeşidi var. O qaraçılarla hayların problemidir. Səhv deyirəmsə. Bir dəqiqə, Akçakoca buyurun. Arkadaşlar, ben şimdi Türkiye'de yaşadığım için bu Ermeni tarihi hakkında biraz malumatım var. Şimdi Ermeniler bu arkadaşın dediği, Reşat Bey'in dediği gibi Frikya Vadisi'nden gelmişler. Şimdi Malazgirt Savaşı'nda Ermeniler Alparslan'a yardım ettiği için 1080 yılında bugünkü Çukurova'da, Adana bölgesinde bunlara Kilikya Krallığı'nı Alparslan sayesinde Kilikya Krallığı kurulur. Bunda 1280 yılında yıktı bunu. Selahattin Eyyubi yıktı. Şimdi Ermeniler şeye kadar Osmanlı'nın içinde bu Amerikan İç Savaşı'na kadar 1865 yılına kadar güzel yaşadılar. 1865 yılında Amerikan İç Savaşı'nda pamuk krizi başladığı zaman Amerikalı pamuk tüccarları Adana'ya geldiler. Adana'daki bu araziyi pamuk ekmek istediler. Oradaki Türkleri çalıştırmak istediler. Oradaki Türkler hepsi çoban idi, yani göçer, konar göçer idi. Bunlar çalışmadı. Gitti bugünkü Suriye'den akrabaları, işte Esad'ın akrabalı olan var, Fellah Arapları var. Onları getirdi, yerleştirdiler. Burada ekmeye başladılar. Pamuk yetiştirmeye başladılar ama buradaki arazinin komplesi Ermenilere aitiydi. Yani Çukurova olduğu gibi Ermeniydi. Bu sefer Ermeniler de Amerikan misyonerler Ermenilere 300 tane açtılar. Misyoner okulu açtılar. Yani 6 yaştaki Ermeni çocuğu anasından doğup 6 yaşına geldikten sonra şimdiki üniversite yaşına kadar Ermeni okulunu okuyordu. Yani ne Türk talebeyden, Müslümanlardan okumurdu. Ondan sonra burada bir Ermeni milliyetçiliği buradan başladı. Yani şimdi Van Gölü'nün kıyısında Ermeni uşakları kumun üstüne, yani önceden tebeşir, kağıt yoktu. Yani kumun üstüne Ermeni haritası mesela çizerlermiş. Yani Ermeni milliyetçiliğinin başlaması bu Amerikan misyonerinin açtığı 300 tane okuldan dolayı oldu. Bu sefer Osmanlı sahip çıkmayınca bunlar Rusya'nın kucağına diye düştüler. Yani böyle çok yetişmiş, güzel. Yani Rusya bunlardan faydalandı. Bir de Reşat Bey dedi ki Rusya'nın oluşması oluştu. İşte Timur'un Altınorda devleti yıkmadan önce, şimdi burada bir yanlış var. Şöyle sana söyleyeyim. Şimdi Malazgirt Savaşı 1070 yılında olduğu söylenir ama bundan önce 1048 yılında İbrahim Yanlı isimli bir Selçuklu subayı Paşinler Ovası'nda 75 bin tane Gürcü askerini kırdı. Yani bir tane sağlam bırakmadı. Şimdi 1048 yılında Bizans'ın nüfusu 12 milyon. Paşinler Savaşı'ndan sonra Bizans'ın nüfusu düştü. 9 milyona düştü. Ondan sonra 1070 yılında nüfusu o 9 milyondu. Bizans'ın, yani Doğu Ruma'nın nüfusu 9 milyondu. Malazgirt Savaşı'ndan sonra 6 milyona düştü. Bu 6 milyon nereye gitti? Bunlar Rusya'ya gitti. En sonunda Fatih Sultan Mehmet İstanbul'u aldığı zaman bu Bizans'ın beyin gücü, yani devlet aklı Rusya'ya gitti. Rusya'ya gittikten sonra oradaki, yani bugün şimdi devlet zekası, yani devlet hafızası, bugün İngiltere'nin, Fransa'nın, İtalya'nın devlet hafızası Batı Roma'nın devlet hafızasıdır. Rusya'nın devlet hafızası da... Lütfen toparlayak, mən də sizin üstünüzə sözü deyim, mən gedəsiyəm. Benim diyeceğim bu kadar. Yani Rusya bugün Osmanlı'nın Anadolu'dan boşalttığı, yani Rumlardan oluşan bir devlet. Yani Ruslar zaten yani ormanlarda yaşayan, yani vahşi insanlar, onlarda devlet kurmaklı, devlet zekası, devlet hafızası yoktu. Yani Rusya bugünkü Roma'nın devamıdır. Yani oraya yerleşen
milletlerin çoğu da Türkiye'den giden Rumlardı, şeylerdi. Teşekkür ederim. Yanlışım varsa düzeltebilirsiniz. Tamam. Gözəl qatqı oldu abi, amma üstünə deyim, bax Klikya dedən o dövləti ki var, Məlik Şaha kömək elədi. Həmin o Klikyaya gələn ermənilər demək, ermənilər onu Sünük krallığı, məlikliyi kimi adlandırır. Onun adı Ya, özlərini adlandırıb onlar Ben qafan. şunu anlayamıyorum. Biz bu kadar Ermenileri niye danışırık? Abi Hepsi onlar sözümü köpektir. tamamlayayım. Bitti benim için Ermeni en iyi Ermeni ölü Mənim o Ermenidir dəqiqə ya. vaxtım var. Xahiş edirəm, qoy sözümü tamamlayım. Ondan sonra niyə danışılır müzakirə eləyərsiniz. Ya Ay, düşmanımızı belə şey olur. tanımayalım mı? Kaynaka düşmanımızı tanıyalım abi. Yox, bu nədir? Bir saatdir, 2 saatdir mən burada da şey danışıram, niyə danışırıq? Qulaq asma. Qafan Alban məlikliyi olub. Bunu erməni mənbələri belə qəbul edir. Hüseyn yəqin ki bilirsiniz, Fəridə Məmmədov var, türk düşməni olan tarixçi. O belə kitablarında qeyd edir ki, həmin o Sünük məlikliyidir, lakin bu gün biz onu bilirik ki, onun adı Sünük deyil. Demək Alban Qafan məlikliyidir və onlar türk erməniləridir. Onlar demək köçür Kilikiya və doğrudan da onlar bəli nə dedik, demək Məlik Şaha kömək edir. Niyə? Çünki orada yaşayan ermənilər, haylar monofizit idi. Və bayaq dedim ona görə bilməliyik. Bizans nədir? Bizans diofizit inancı inanırdı. Ona görə Bizans həmin hayları, Suriyalıları, Həbəş kilsələrini gözü çıxdıma saldığından Məlik Şah gələndə Məlik Şah onlara kömək elədi ki, yəni Məlik Şah onlara burada öz müstəqilliklərini tanısın. Lakin yenə deyirəm, həmin Klikya erməni dövləti deyiləndə bu hay dövləti deyil, türk dövlətidir. Və onun yazdığı məktublar bu gün artıq qeyd etdim. Fransada, Roma papalığında var, bunlar hamısı Həbəş əlifbası ilə türkcə yazılır. Bu isə aydındırmı? Yəni onun içində hansı nə qədər nisbətdə hay olub və axır məsələsi deyil. Ya bax problem bundadır. Demək Əmir Teymur ilə Toxtamışın savaşı, yəni tarix bilirsiniz necədir bəy? Yəni fikir verin, eyni mövzunu fərqli rakurslardan danışmaq olar. Mən sadəcə olaraq mövzu deyildi, ümumi sualın içində qayıdıb dedim. Amma Əmir Teymur Toxtamışı məğlub etdikdən sonra Qızıl Orda dövləti süquta uğradı, xanlıqlar yarandı. Xanlıqlar yarandıqdan sonra o xanlıqların yerində yeni bir vahid türk dövləti yarana bilmədi. Və fərqi yoxdur indi Bizansdan yuxarı Rusiya nə qədər Romalı gedib getməyib. Yəni bu fərqli məsələdir. Amma orada həmin o xanlıqlar mərkəzi bir dövlət yarada bilmədiyindən orada Rusiya çiçəkləndi, yeni bir dövlət yarandı. Məsəl üçün Səlcuqludan sonra xanlıqlar dövrü yarandı, düz. Onu Osmanlı vahid bir dövlətə çevirə bildi. Çevirənməsə axırımız nə olacaqdı xaçılı yürüşlərindən sonra? Azərbaycanda xanlıqlar dönəmi yarandı və biz o xanlıqlar dönəmindən vahid dövlət yarada bilmədiyimizdən Azərbaycan nə oldu? Paramparça oldu. Səlcuqlu dövlətinə tam-tamına biz Oğuz türkü deyə bilərik, yoxsa yox? Bəli, Oğuz bəli. türküdürmü? Bəli. Oğuz da türküdür. Və bir də bir şey deyim, həmin Səlcuqlu da kimlərlə savaşır əslində? Onun gücünü ən çox parçalayan Qıpçaq türkləridir. Gürcü vasitəsilə Qıpçaq türkləri xristian olduğundan gürcülərə kömək eləyir və Səlcuqlu ondan vuruşduğuna görə gürcülər öz müstəqilliyini qoruya bilir. Qıpçaqlar günümüzdə fikirləşdiyimiz qədər fərqli bir topluluq deyil. Qıpçaqlar əslində türklərin dış Oğuz qolunu təmsil edənlər olub. Lakin o dış Oğuz qolları fərqli regionlarda gəzdiyindən onların dilində müəyyən fərqli nüanslar yaranıb ki, zamanla artıq o əsl Oğuz dilindən müəyyən qədər fərqlənibdir. Yoxsa əslində Qıpçaqla Oğuz da bir qoldan ayrılırdı. Bir qoldan, Qıpçaqla Oğuz bir qoldur. Hüseyn qardaş, mən gedirəm. Bir dənə söz deyim, hamınızdan üzr istəyirəm. Bir dənə söz deyim. Allah sizdən razı olsun. Elimizdə bərəkət hər birinizin. Çox gözəl yayın Sağ ol. Var olun. Və mən sizə təşəkkür edirəm. Birinci növbədə elə milliyyətçilikdən danışırsa, Turandan danışır. Düşmənlərimizi tanımalıyıq. İnsanlarımıza düşmənimiz kim olduğu onu bildirməliyik. Yoxsa əks halda müəyyən dini cəryanlar altında gedib düşmənin alətinə çevrilib bizə düşmən olmasın. Ona görə bu düşmənləri tanıtmaq lazımdır. Erməni də, farsı da, obisini də, bubisini də. Bəli. Hər biri Tamamilə Ona görə doğru. sizə böyük təşəkkür edirəm. Var olun. Çox sağ olun. Bəs xristian türkləri ilə İslamı qəbul edən türklər heç düşünmədimi? Əcdadlarını, keçmişlərini, qan yaddaşlarını, türk olduqlarını düşünmədilərmi? Heç qəlbləri sızıldamadımı? Biz din ayrı qardaş ifadəsinin olduğunu görürük və bir də Azərbaycan türkləri oğlan uşaqlarına kirvə tutduqları əsasən ermənilər olur. Niyə ermənilər? Çünki İslamı qəbul edən Azərbaycan türkləri dinari xristian türk qardaşları ilə qohumluq əlaqələrini saxlamağa çalışır. Amma kirviyə qız verilmir. Niyə qız verilmir? Çünki müsəlman olan türkün kirvəsi xristian türk idi. Daha doğrusu xristianlığı qəbul etmiş.
Ermənilərdir, Qıpçaqlardır. Daha sonra onların hamısına erməni deyiləcək. Amma türklərin din ayrı qardaşları ilə qohumluqlarını bərpa etməyə çalışdıqları Kirvan layışı tam işə yaramayacaq. Ermənilər paylaşacaqdır. Bax belə. Din ayrı qardaş olan kirvələr haqqında da ayrıca danışmaq lazımdır. Qismət. İnşallah söyləşilərimiz yenə davam eləyəcəkdir. Mənə başlıqlar vermiş, o başlıqlar altında mövzularımız eyni bu qaydada davam eləyəcək. Sağ olun. Rəşad bəy, istifada olan polkovnik leytenant 32 Pavondaşım şəxs sizin qarşınızda, elminizin qarşısında istər Hüseyin bəyin vəsait təqdim eləyirik ki, yəni biləsiniz ki, bizə də sizin elminizin qarşısında acizik, baş əyirik, Allah elminizə bərəkət versin. Gəlin həmişə xahiş edirik, bizi marifləndirin. Var olun, təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Sağ olun, sağ olun. Ben şunu anlayamıyorum. Biz bu kadar Ermenileri niye danışırık? Benim için Ermeni, en iyi Ermeni, ölü Ermeni. Gördüyümüz kimi bu qardaş niyəsə hay erməni tarixindən danışılmağı məqbul, doğru, məqsədə uyğun hesab etmir. Və indi gəlin Türkiyədə bir YouTube kanalında danışılanları izləyin. Çok enteresan hikaye. Bir tek mezar taşı olarak düşünmemek lazım. Ama asıl amaç talandan korunması. Yani diyor ki şehir yıkılsa da bunlar ayakta kalabilmişler. Kalıcı bir şey diyorsun değil mi? Aynen. Evet, Ve zaten şu an Anadolu'da kalmış ayaktaki en eski 2 Haçkar. Yani Evet. bundan daha eskileri yok şu an. Mesela işte şeyler vardır. Üzüm dalları vardır. Hayat ağacı mutlaka vardır. Bakın hayat ağacı bak yukarıda görüyor musun? Üzüm vardır, nar vardır. Bunlardan böyle tonlarcası bir arada bir vadide Ermenistan'da var. Bunlar biliyorsun yok edildi. Azerbaycan Evet. şeyindeydi bunlar. Hatta hala Ermenistan ve Ermeni halkı UNESCO'ya karşı bu konuda çok kızgın. Hiçbir müdahalede bulunmadı diye. Çünkü dozerlerle ezdiler bu şeyleri. Şimdi bunu ben daha öncekilerde anlatmıştım. O yüzden bütün fotoğraflarını koymadım. Aynen senin dediğin gibi o emirde bizzat galiba Aliyev'den gelmiş. Aliyev ayrıca işte Ermeni kitabelerdeki Ermenice yazıların hepsinin silinme talimatını da maalesef vermiş. Savaşta böyle bir şey yani. Hani burada taraf olmaktan öte bir kültür yok oluyor. Konumuzla da alakalı diye onu koydum. Ve bu şeylerin, bu Haçkarların yanında da işte o koç başlı taşlar, mezar taşları. Sizi bir köye götürdüm. Orada birkaç tane, onları da beğenmediniz bunlar. 1970'ten kalma diye. İşte bu en eskiler aslında Ermenistan tarafında galiba. O Pülümür'deki vadilerde, tepelerde de varmış aslında. Daha sonra Çemişgezekli bir tur yapmıştık. Orada da işte baksanıza bunlar muazzam ya. Çok güzel yani. Ama bunlardan hiçbir şey kalmadı işte maalesef. Onlar da kalmadı değil mi maalesef? Bu bizde bu işte. Bu Çemişgezek tarafına gittiğimizde o zaman bunları biraz daha eskilerini bulabilmiştik. Bunlar Alban xaçını, Alban qəbirlərini, Türk Oğuz qoçlarını öz adlarına çıxır. Hətta Azərbaycan prezidentini bu abidələri yox etməkdə ittiham edir. İçimizdən olan bəziləri isə bu tarixi danışmaq belə istəmir. Qəribə paradoks deyilmi? Onlar Türkiyədə yaşaya-yaşaya, onların olmayanı, onların olduğunu iddia edir. Biz özümüz isə bizə aid olanlarla maraqlanmır və əksinə araştıranlara, danışanlara da mane olmaq istəyirlər. Düşünək. Ben şunu anlayamıyorum. Biz bu kadar Ermenileri niye danışırık? Düşünək. Bilgə Xaqan demiş: Türk, titrə və özünə dön. Və videonu beləcə bitirirəm.